Müəllimin işığı, gələcəyin ümidləri kiçik bir kəndin dar daş küçələrində zamanın tozunu üzərində daşıyan evlər arasında hər küncdə nəsillərin danışdığı nağıllar və dərin hikmət izləri var idi. Bu kənddə Səməd müəllim uşaqlıqdan bəri öyrətmək, böyütmək və ruhlara işıq saçmaq arzusuyla yaşayan bir müəllim idi. Hər səhər günəşin ilk şüaları ilə oyandığı anlardan etibarən o, təkcə dərs otağının divarlarına deyil, eyni zamanda şagirdlərinin ürəklərinə də işıq saçmağa çalışırdı. Səməd müəllim sadə, lakin dərin bir adam idi. Uşaqlıqda atası və nənəsi ona həyatın sadəliyinin, təbiətin gözəlliyini və insan qəlbinin dərinliyində gizlənən sirləri öyrətmişdi. Nənəsinin hər kəsin içində bir işıq var, yalnız onu tapmaq üçün qəlbin səsini dinləmək lazımdır sözləri onun ruhunda əbədi iz buraxmışdı. O, hər gün məktəbə gedərkən həm öz həyatını, həm də şagirdlərinin həyatını dəyişdirəcək bir məqsəd uğrunda addımlayırdı. Məktəb otaqları, köhnə taxta stullar, divarlara asılmış məktublar və rəsm əsərləri ilə dolu idi. Səməd müəllim dərs oxuyarkən yalnız mündərizəti çatdırmır, eyni zamanda şagirdlərinin zehinlərinə ümid və sevgi toxumu əkməyə çalışırdı. Onun dərs anları sadəcə riyaziyyat, ədəbiyyat və tarix dərsləri deyildi, o, hər dərsdə həyatda rast gəlinən çətinliklərə, sevincə, kədərə və ümidə dair hekayələr danışırdı. Həyat, deyərdi o, bizim içimizdəki səsə qulaq asmaq, hər itki və hər kədərin arxasında gizlənən ümid dolu notları eşitmək deməkdir. Bir gün məktəbdə keçirilən ümumi yığıncaqda Səməd müəllim şagirdlərinə öz uşaqlığından, keçdiyi çətin yollardan və öyrəndiyi dərslərdən danışdı. Mənim də bir vaxtlar bütün çətinliklər, kədərlər və itkilər içində öz səsimi tapmağa çalışdığım günlərim olmuşdu, dedi o, sakit və səmimi tonda. Həyat, hər an bizə yeni bir başlanğıc bəxş edir. Biz hər kədərin, hər itkinin arxasında doğan ümidin, sevginin və inamın səsini eşidəndə həyatın əsl mənasını anlarıq. Bu sözlər şagirdlər arasında böyük maraq və ilham oyandırdı. Onlardan biri Zaur adlı zəkalı bir oğlan müəllimin dediklərini dərindən mənimsədi və onun sözlərindən ilhamlanaraq öz gələcəyini dəyişdirmək üçün çox çalışdı. Zaur hər gün dərsə diqqətlə qulaq asır, məktəbdəki hər mövzunu təkcə öyrənməyə deyil, həm də müəllimin dediklərini həyatına tətbiq etməyə çalışırdı. Onun üzündəki parıltı və gözlərindəki inam, Səməd müəllimin ona verdiyi ümidin ən gözəl nümunəsi idi. Zaman keçdikcə Səməd müəllim öz dərslərində sadəcə tədris etdiyi fənləri deyil, həm də həyatın sirlərini, sevginin, inamın və ümidin dərin mənalarını şagirdlərinə çatdırdı. Məktəbdəki otaqlar sanki onun səmimi və dərin danışdığı hekayələrlə canlanır, hər kəs öz içindəki səsi tapmaq, hər çətinliyi aşmaq üçün yeni ümidlər axtarmağa başlayırdı. O, dərs aralarında şagirdlərlə bir yerdə oturur, uzun söhbətlər edir və onlara həyatın hər anını dərin yaşamağın vacibliyini izah edirdi. Bir gün məktəbdə keçirilən bir tədbirdə Səməd müəllim şagirdlərinə və valideynlərə öz həyatından və öyrəndiyi dərslərdən bəhs edən bir konfrans verdi. O, keçmişdə yaşadığı çətinlikləri, ailəsinin dəstəyini və öz içində tapdığı səsi necə dinlədiyini, hər kədərin və hər itkinin arxasında gizlənən ümidin və sevginin necə öz yerini tapdığını izah edərək danışdı. Bizim hər birimizin içində eşidilən o səs, həyatın ən böyük sirridir. Mənim də uşaqlığımda çox çətin günlərim olub, amma hər dəfə ürəyimin səsinə qulaq asdım və həyat mənə hər zaman yeni bir başlanğıc bəxş etdi. Biz yalnız öz içimizdəki səsi dinləsək, keçmişin hikmətindən, hər kədərin arxasında gizlənən dərslərdən və gələcəyin ümidindən ilham ala bilərik. Bu sözlər iştirakçıların qəlbində dərin izlər buraxdı. İnsanlar Səməd müəllimin hər bir sözündə öz həyatlarından bir parça tapır, hər kədərin arxasında doğan yeni bir ümid, hər itkidən sonra doğan sevgi hiss edirdilər. O gündən sonra kənddəki hər kəs məktəbdə, evlərində və hətta küçələrdə öz hissəsini tapmağa çalışdı. Hər kəs həyatın hər anını daha dərindən yaşamağa və keçmişin hikmətindən gələcəyə ümidlə baxmağa başladı. Səməd müəllimin bu səmimi və dərin yanaşması təkcə şagirdləri deyil, həm də bütün kənd sakinlərini dəyişdirdi. Kənddəki insanlar artıq yalnız gündəlik işlərlə məşğul olmurdular və onlar həyatın mənasını, hər kədərin, hər itkinin arxasında gizlənən dərsi və hər sevincin sonunda doğan ümidin işığını tapmağa çalışırdılar. Gecə vaxtı ulduzların parlaqlığı altında toplaşan ailələr uzun söhbətlər edərək öz hissəsini dinləyir, həyatın sirlərini bir-biri ilə paylaşırdılar. Bir neçə il keçdikcə Səməd müəllim öz dərslərinin və öyrətdiyi hikmətin kəndin gəncləri arasında necə dərin izlər buraxdığını gördü. Onun ən tələbəli şagirdi olan Zaur artıq təkcə məktəbdə yaxşı nəticələr əldə etməklə kifayətlənmirdi. O, həm də öz həyatı üçün böyük planlar qurmaya başlamış, gələcək üçün böyük arzular bəsləyirdi.
Zaur müəllimin dediklərinə qulaq asaraq, hər kədərin, hər itkinin arxasında yeni bir ümid var, deyə düşünür, öz gələcəyini inamla qururdu. Səməd müəllim bu dəyişiklikləri və gənclərin inkişafını gördükcə öz təcrübələrini və öyrəndiyi dərsləri bir kitab halına gətirməyə qərar verdi. O, Müəllimin İşığı, Gələcəyin Ümidləri adlı əsərində uşaqlıqdan bəri yaşadığı çətinlikləri, dərs otağında, məktəbdə və kənddə keçirdiyi anları, öyrətdiyi hikmətləri və ən əsası, öz hissəsinin eşidilməsinin vacibliyini əks etdirdi. Kitabında o, insanlara yalnız fənləri öyrətməyi deyil, həm də həyatın hər anını dərin yaşamağı, hər kədərin, hər itkinin arxasında gizlənən dərsi tapmağı və ən əsası, öz hissəsini eşitməyin vacibliyini çatdırdı. Kitab nəşr olunanda kənddə və ətraf bölgələrdə böyük maraq yarandı. İnsanlar kitabın hər bir səhifəsində öz həyatlarından bir parça tapır, keçmişin hikmətini və gələcəyin ümid dolu işığını hiss edirdilər. Gecə vaxtı ulduzların parlaqlığı altında toplaşan ailələr kitabın sətirləri ətrafında uzun-uzun söhbətlər edir, öz hissəsini tapmaq və həyatın çətinliklərini aşmaq üçün yeni yollar axtarırdılar. Səməd müəllimin dedikləri, yazdıqları və həyat tərzi təkcə şagirdlər arasında deyil, bütün kənddə dərin izlər buraxdı. Hər kəs öz içindəki səsi eşidərək həyatın hər anını, hər çətinliyi sevgi, inam və ümidlə aşmağa başladı. Kəndin dar küçələrində, evlərin pəncərələrindən sızan işıq, ulduzların parlaqlığı və ailələrin toplaşdığı gecələr artıq yalnız gündəlik həyatın bir parçası deyildi, onlar hər kədərin, hər itkinin və hər sevincin arxasında doğan yeni ümidin simvoluna çevrilmişdi. Müəllimin İşığı sadəcə bir kitabda deyil, hər kəsin qəlbində yaşadı. Zaur kimi gənclər, Səməd müəllimin öyrətdiyi dəyərləri öz həyatlarına tətbiq edərək təkcə akademik uğurlara nail olmaqla kifayətlənmədilər, həm də cəmiyyətə, ailələrə və öz şəxsi dünyalarına dərin təsir göstərən insanlara çevrildilər. Onlar hər zaman öz hissəsini dinləməyi, həyatda rast gəlinən hər çətinliyi sevgi və inamla aşmağı öyrəndilər. Beləliklə, Müəllimin İşığı, Gələcəyin Ümidləri adlı bu hekayə Səməd müəllimin həyatından, onun şagirdlərinə və kəndə verdiyi dərin dərslərdən ibarət idi. Bu hekayə hər kəsin öz içindəki səsi tapması, hər kədərin arxasında doğan ümidin və hər itkidən sonra yeni başlanğıcların olduğunu xatırladan, ruh dərinliyini oyandıran, akıcı və maraqlı bir macəra idi. Gecə qaranlığında, ulduzların parlaqlığı altında Səməd müəllimin sözləri və öyrətdiyi hikmət hər kəsin qəlbində parlayan bir işıq kimi qaldı. Biz, hər kəs öz hissəsimizi dinləyərək, keçmişin dərslərini və gələcəyin ümidini birləşdirərək həyatın əsl mənasını tapırıq. Hər kədər, hər itki, bunlar bizim ruhumuzun qanadlarıdır və biz onlarla birlikdə gələcəyə doğru parlaq addımlar atırıq. Hekayəmiz budur, Müəllimin İşığı, Gələcəyin Ümidləri. Bu, yalnız bir müəllimin, bir gəncin və ya bir kəndin hekayəsi deyil, o, hər birimizin öz içində gizlənən, bəzən susqun, bəzən coşqun olan o səsi eşitmək, həyatın hər anını dərin və mənalı yaşamaq haqqındadır. Hər kəs, qaranlıq gecələrin sonunda, ulduzların parlaqlığı altında öz qəlbindəki səsi eşidərək, hər kədərin arxasında doğan yeni bir ümid tapacaq, hər itkidən sonra yenidən doğan bir başlanğıc yaradacaq. Beləliklə, Səməd müəllimin verdiyi dərslər, onun yazdığı sözlər və öyrətdiyi dəyərlər, nəsillər boyu hər kəsin qəlbində yaşayacaq. Biz hər an içimizdəki səsi eşidərək, keçmişin hikmətini, hər kədərin arxasında gizlənən dərsi və gələcəyin ümidini taparaq, öz nağıllarımızı, öz əbədi macəramızı yazırıq. Həyatın ən böyük sirri, qəlbimizin dərinliyində gizlidir, biz yalnız ona qulaq asdıqca, hər çətinliyi sevgi, inam və ümidlə aşır, əbədi bir melodiyaya çevrilirik. İndi ulduzların parlaqlığı altında hər kəs öz hissəsini dinləyərək həyatın sirlərini anlasın və hər kədərin, hər itkinin arxasında gizlənən ümid dolu yeni səhifələr yazsın. Bu, bizim əbədi macəramızdır, müəllimin, şagirdin və bir cəmiyyətin qəlbində parlayan, gələcəyin ümidini bəyannamə edən hekayəsidir.